Qarşıdan Ramazan bayramı gəlir. İftarda bəhbəhlə yeyə biləcəyiniz, dadından doymayacağınız çökətmə kebabı hazırlayırıq. Bunu normalda mal əti ilə hazırlayırlar, amma mən nədənsə toyuqla daha çox sevirəm. İlk olaraq işə kartoflarımızı kibrit doğramaqla başlayırıq. Bu formada, nazik formada doğrayın. Məncə bundan daha da nazik olmalıdır. Kağız dəsmalla kartofun tamamilə suyunu alın. Daha da ləzzətli olması üçün biraz duz əlavə edin. Eyni qaydada toyuq ətini və yaxud da mal ətini bu formada doğrayın. Tomat pastası, sarımsaq, duz, istiot, duru yağ və sudan ibarət bir sos hazırladım. Kartoflarımız da qızardıqca əlavə eləyirik kağız dəsmalının üzərinə ki, artıq yağını çəksin. Kənarda sarımsaq qatıq düzəldirik. Kartoflar tamamilə qızardıqdan sonra toyuq filesini də bu formada qızartmağa başlayırıq. Duz, istiot əlavə etdikdən sonra artıq qabımızı düzə bilərik. Qabın alt hissəsindən kartofları, sarımsaq qatıq, daha sonra toyuq filesi və tomatlı sosu əlavə eləyirik. Tam mərkəzinə istəsəniz cəfəri, göy soğan əlavə eləyib elə servis edə bilərsiniz. Bunun sizcə ləzzətsiz olma ehtimalı var. Çox ləzzətlidir. Mütləq hazırlayın. Bu qədər nuş olsun, göz haqqınızı halal edin. Bu və daha maraqlı videoların ardı üçün məni izləməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.